ABŞ prezidenti Donald Trump Danimarkanın nəzarətində olan Qrinlandiya ilə bağlı iddialarını yenidən gündəmə gətirib. Deməli, Ağ Ev rəhbəri Qrinlandiyanın ölkəsinin milli təhlükəsizliyi baxımından vacib hesab edir. Danimarkanın məsələ bu iddiaya cavabı sərt olub. İndi biz Brüsselə Avropa təmsilçimiz Elzar Ağayeva bağlanırıq. Hər vaxtınız xeyir olsun. Avropada məhz bu ərazi iddiasına nə dərəcədə ciddi yanaşırlar? Elzar, efirdəsiz, buyurun. Salam, axşamınız xeyir. Çox ciddi yanaşırlar, kifayət qədər ciddi yanaşırlar. Bunu dəqiq deyə bilərik. Xüsusilə də Maduro əməliyyatından sonra Avropaya aydın oldu ki, Amerika Birləşmiş Ştatları gözlənilən əməliyyatla Qrinlandiya məsələsini də həll edə bilər. Xüsusilə də ona görə həyəcan doğurur ki, dünən elə Amerika Birləşmiş Ştatları prezidenti artıq sizin də qeyd etdiyiniz kimi bu məsələ ilə bağlı növbəti açıqlamasını verib. Qrinlandiya baş naziri Jens Frederik Nielsen'in ona cavabı birmənalı olub. O bildirib ki, hədə qorxu dili ilə danışmaq, anneksiya ilə bağlı xəyallar qurmağı bir tərəfə qoymaq lazımdır. Biz əməkdaşlıq istiqamətində danışıqlara, dialoqa hazırıq. Danimarka baş nazirinin də mövqeyi qətidir. Danimarka baş naziri Mette Frederiksen deyib ki, Vaşinqtonun ərazi iddiaları absurddur. Və o xatırladıb ki, Danimarka Qrinlandiya ilə birlikdə NATO'nun üzvüdür. Əlbəttə, bu Amerika Birləşmiş Ştatlarına qarşı hər hansı bir hədə qorxu deyil. Təbii ki, hamı yaxşı başa düşür. Elə Danimarka baş naziri də yaxşı başa düşür ki, NATO tərkibində də əsas söz sahibi olan ölkə Amerika Birləşmiş Ştatlarıdır. Amma bununla ekspertlər hesab edirlər ki, bunu vurğulamaqla Danimarka baş naziri Amerika Birləşmiş Ştatlarının rəsmi Vaşinqtonun yadına salır ki, biz müttəfiqik və çoxdandır ki, NATO daxilində və digər platformalarda uğurlu əməkdaşlıq edirik. Ona görə də bu ərazi iddialarını bir kənara qoymaq lazımdır. Məsələ təkcə Danimarkada, Qrinlandiyada yox, bütün Avropada ciddi narahatlıq doğurur. Elə ötən 2025-ci il ərzində bu məsələ bildiyiniz kimi gündəmdə olub və buna görə də Amerika Birləşmiş Ştatlarının bu iddialarına qarşı Avropa ölkələrinin hər birinin ayrıca mövqeyi var. Elə bugün Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pascal Confavru bu ölkənin TF1 kanalına müsahibəsində bildirib ki, Fransa Danimarkanı dəstəkləyir bu məsələdə və sərhədlər heç bir halda zor gücünə dəyişdirilə bilməz. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də bununla bağlı açıqlama verib. O bildirib ki, biz Danimarkanın yanındayıq. Ərazi bütövlüyü və suverenlik məsələsi beynəlxalq hüququn əsas fundamental prinsiplərindən biridir. Ona görə də buna əməl etmək lazımdır. Bu istiqamətdə dediyim kimi Avropa ölkələrinin hamısının özünün konkret mövqeyi var. Sonda diqqətinizə çatdırım ki, bu məsələ ilk dəfə deyil ki, qabarır bildiyiniz kimi. Hətta Donald Trump'ın prezidentliyinin birinci mərhələsində, daha doğrusu birinci prezidentliyi dövründə də bu məsələ ilə bağlı o öz iddialarını bildirmişdi. Hətta 20 avqust 2019-cu ildə Donald Trump sırf bu məsələ səbəbindən Danimarkaya dövlət səfərini təxirə salmışdı. O belə izah etmişdi ki, Danimarka baş naziri Frederiksen Qrinlandiyanın taleyi ilə bağlı məsələni müzakirə etmək istəmir. Ona görə də Donald Trump'ın Amerika prezidentinin Danimarkaya dövlət səfəri etməsinə heç bir ehtiyac yoxdur. Belə, məsələ yəqin ki, qarşıdakı dövrlərdə də ümumiyyətlə ekspertlər hesab edir ki, Donald Trump'ın prezidentliyi başa çatana qədər masada olacaq, gündəmdə olacaq. Yəqin ki, bu məsələyə biz qarşıdakı həftələrdə, aylarda da qayıdacağıq. Brüsseldən Amerika Birləşmiş Ştatlarının Qrinlandiya iddiaları ilə bağlı son xəbərləri çatdırdıq. Söz sizdə. Təşəkkür edirik, Elzar.